Belə bir maraqlı suala baxaq. Sualda bizdən y bərabərdir y üstü x plus 1 bölünsün x funksiyasının qiymətlər çoxluğunun tapılmasını istəyir. Biz burada qüvvətə fikir versək, biz koşuya görə burada həll edəcəyik sualımızı. Sadəcə şərtlər qoyacağıq. Birinci şərtimiz budur ki, əgər x sıfırdan böyükdürsə, o zaman koşuya görə yazsaq, x plus 1 bölünsün x-in cəmi bunların kökdə hasilinin 2 mislindən böyük olmalıdır. Böyük bərabər olmalıdır. Vurulsun 1 bölünsün x. Burada x-lər gedər. Nə qalar geriyə? Qalar x plus 1 bölünsün x böyük bərabərdir 2-dən. Yəni 2-dən müsbət sonsuzluğa doğru gedəcək. Biz bu ifadəni aldığımız bu aralıq, yəni müsbət 2-dən müsbət sonsuzluğa ifadəsini yeni qüvvə şəklində göstərsək, yəni 2-dən müsbət sonsuzluğa, bu nə deməkdir? Bu y-nin kvadratı, yəni y kvadratından y üstü müsbət sonsuzluğa ilə bizə müsbət sonsuzluğu verir. Yəni bu da müsbət sonsuzluğa deməkdir. Bu birinci ifadə. Deməli, ikinci dəfə şərtimiz budur ki, x-i böyük götürdü. İndi isə x-i sıfırdan kiçik götürəcəm. Bəs yaxşı, x sıfırdan kiçikdirsə bizim koşu bərabərsizliyimiz necə olacaq? O zaman olur ki, x plus 1 bölünsün x kiçik bərabər olmalıdır. Mənfi 2 vurulsun kök altında x vurulsun 1 bölünsün x-dən. Buradan alırıq ki, x plus 1 bölünsün x kiçik bərabər olmalıdır mənfi 2-dən. Yəni mənfi sonsuzluqdan mənfi 2-yə kimi. Mənfi 2-ni də almaq şərti ilə. Bunu y üstündə göstərsək, sadəcə burada bir nüansa diqqətli olmaq lazımdır. Qüvvət funksiyası heç zaman mənfi ola bilməz. Yəni biz yazsaq ki, y üstü mənfi sonsuzluqdan mənfi 2-yə kimi və biz bunu dediyimiz kimi qüvvət funksiyası mənfi olmadığından biz y üstü mənfi sonsuzluq yox, bunu sıfırdan götürəcəyik. Yəni alacaq sıfırdan. Y üstü mənfi 2 nə deməkdir? Y üstü mənfi 2 isə yəni 1 bölünsün y kvadratı deməkdir. 1 bölünsün y kvadratı şəklində göstərəcəyik. Bunların kəsişməsi bizə verəcək deməli A variantında.